Apreldə təzə evimizə köçəcəyim. Buranı remonta verəcəm. Ustalarla danışmışıq. Apreldə bu ev remonta girir. 2 aya. 3 otaqdır burada. Hamam, tualet üzr istəyirəm. Balkon qoxunadır. 2 aya evi pul elib verəcəklər mənə. Aprel ayında danışmışam ustalar. Beyləşmişik də. İnşallah apreldə remont gedəcək burada. İnşallah. Villa 7 otaq. 2 mərtəbədir. 3 otaq aşağıda. 4 otaq yuxarıda. Villada remont gedir də. O təmiz qutarandan sonra apreldə köçürük ora. Sonra gəlirlər apreldə buranı remont eləmək inşallah. Pulu hardan tapmısan? Necə yəni? Bütün günü oxuyuruq toyda, bayramda, konsertlərdə. Necə hardan tapmısan? Pulumuz yoxdur bir, hə? 17 var, ha? Aparat. Valla. 17 niyə telefon olur, ha? Səs problemi var. Nə bilim, donur, belə çox təxlisiz. Proqramlar yaxşı işləmir. Bir belə telefon deyil. Müqüllə günü 200 manat bu qazanır. Qiymətlə razılaşmadıq. O birisi müğəllilər ucuz gəlir falan. Dedim, özləri bilər. Kim neçə gəlir, Allah hamısın rızsın versin, xeyrin versin. Mən gəlmirəm, mən sərf eləmir. Mən işçimə günlük elə 200 manat pul verirəm. Mən nətər gəlir? Maşın o boyda benzin yandırır. Mən ucuz gedə bilmirəm. Tobuzda dünyanın başı. 100 manat gedəndə benzin tökürəm, 95 yandırırım. 100 manat gələndə 200 manat da belə. Bir 100 manat saç makyaj, yolda su çay, 500 manat belə getdi. O qiymət mən sərf eləmir.